Barış səsi. Cırtdan. Biri varmış, biri yoxmuş. Bir qarı varmış. Bu qarının bir balaca nəvəsi varmış. Nəvə o qədər balacaymış ki, ona cırtdan deyirmişlər. Bir gün cırtdan gördü ki, qonşu uşaqları meşəyə oduna gedir. O gəlib nənəsinə dedi: "Ay nənə, mən də uşaqlarla oduna getmək istəyirəm." Qarı uşaqları çağırıb, hərəsinə bir yağ yaxması verib, cırtdanı onlara tapşırdı. Cırtdan nağılı Dənizçin Yayım evində nəşr olubdu və 7 yaşdan aşağı uşaqlar üçün münasibdir. Bu kitabı barışsəsi.com saytından gözəl uşaqlarınıza hədiyyə ala bilərsiniz.